99-cu suala baxaq. Topoqrafik xəritə sxemində təsvir olunmuş ərazi üçün doğru fikirləri müəyyənləşdiririk. Əvvəlcə çayın axın istiqaməti oxuna verilib. Ona əsasən sol sahilini, sağ sahilini müəyyənləşdiririk. Ərazinin qərbini, şərqini müəyyənləşdirir və ifadələrin doğruluğuna baxaq. Bulaq çayın sağ sahilində yerləşir. Gördüyünüz kimi bulaq çayın sol sahilində yerləşir. Ona görə yanlışdır. Ərazinin cənubindən axan çay sıldırım sahilə malikdir. Relyefi fikir versəniz bu fikrin doğru olduğunu görə bilərsiniz. Ərazinin qərbində meşə və kolluqlara rast gəlinir. Heç bir meşə və kolluqlara rast gəlinmir. Çay yatağında şimala doğru əvvəlcə meylin artması, sonra azalması müşahidə olunur. Bunu horizontal arasındakı sıxlığa baxaraq deyirik. Əvvəlcə gördüyünüz kimi horizontallar arasındakı məsafə azdır, deməli meyillilik çoxdur. Daha sonra horizontallar arasındakı məsafə çoxalır, deməli meyillilik azalır. Bu fikir ona görə doğrudur. Ərazinin şimal-qərbində meyvə bağları salınmışdır, şimal-şərqində meyvə bağları salınmışdır, ona görə yanlışdır. Çayın sol sahili boyu inkişafda olan yarğanlar müşahidə olunur. Gördüyünüz kimi yarğanlar müşahidə olunur. Bu da doğrudur. 2, 4, 6, B.